Yanıma gel. İndi 31. Köməyim yoxdur evdə. Köməkli bir işim yoxdur axı qızlar. Köməkli bir işim yoxdur. Dayıya, yəni düşünürəm ki, 5-6 ayına qədər ehtiyac olmayacaq dayıya. Sonra da lazım gələrsə. Evini özün təmizləyirsən. Yox, qulluqçularım gəlir qapıda dayanır, təmizləyirlər. Yox, söylüyorum, o ilə də kitab bağlanır. Cihan! Gəl. Xəstə deyiləm qızlar. Soğan doğramışam, burnumun suyu axıb. Pay apoluna. Soğan doğrayandan sonra burnumun evi bütün yolu açılır. Nabarım mənə yaxşıdır o. Təbii burun açıcı. Yox, Nilərlə buradadır. Üzümdə heç bir prosedur yoxdur hazırda. Botoksum, dolğum, heç bir şey. Təbii xalımla. Cihan, gəl otur. Öfsanda qalırıq, bəli. Sifariş verin qızlar, Allah haqqı çox dadlıdır. Neçə otaqdır evimiz? 5 otaq. Nə vaxt canlıya girirəm, burnunuz axır. Yaxşı. Burun axırsa deməli xəstəyik də. Yox, bağlarda qalırıq. Hamiləliyi öyrənəndən neçə gün sonra, 2 həftə sonra, 3 həftə sonra, dəqiq yadımda deyil. Saç rəngimi ay yarım bundan qabaq qoydurmuşum. Onda tünd şabalı idi, indi bilmirəm nə rəngdir. Qaşınıza nə vura bilərsiniz, bilmirəm. Bilmirəm xanım, şabalı rəngi idi onda. Bilmirəm xanım, saçınızı nə bilim, şeylə edeyim də, yağlar, zatlar vurmuş ona. Cihan! Gəl bura. Klinika Bonadaya, İrana doktor. Xüsusi belə saç ustam yoxdur qızlar. Camilla da qoydurmuşam saç kraskasını. Yəni kataloqdan seçdim ki, bu rəngi qoydu. O da şabalı rəngi idi. Bonadayanı tərifləyirlər. Bəli.
Get oğruş yemədi yeməyin, görürsən sağ ola. Qızlar, mən məşğul idim deyəndə ki, oxudum o sahəni də, kursa falan getdim, pus mənlik deyil. Hədsiz dərəcəyə mən o işlə məşğul olan insanlar ya çox güclü olmalıdır, ya da fırıldaqçı olmalıdır. Yəni o işlərlə məşğul olan adamlar. Ya iki dənə şey var, ya güclü, ya da fırıldaqçı. Güclü o baxımdan ki, o bütün mənfi qara enerjini özündən təmizləyə bilsin. Fırıldaqçı da ki, hərrədir, fırradır. Heç onun o öz içindən də mənfi enerjini çıxartmır. Heç özünə də heç də təsir eləmir. Mən bir-iki dəfə terapi seans keçdim. Təsəvvür eləyin, ikinci seansıma da şey gəlmişdi, Qazi gəlmişdi, oğlan, kontujunlu oğlan idi bir dənə. Çox yəni belə problemləri var idi. Nə qədər deyirdin, nə qədər başa salırdın, nə qədər terapi keçirdin. O qədər mənə pis təsir eləyirdi. Günlərlə özümə gələmirdim. 2-3 dəfə qəbul elədim. Üçüncüdə dedim ki, qaqaş, yəni Allah sənin köməyin olsun. Mən səninlə bacaracaq adam deyiləm. O idi. Sonra 1-2 nəfər də var idi. Mənlik deyil. Yəni o işlər mənlik deyil. Ona görə sağollaşdım o işlə. Aksesdə təzadı yox. Qızlar, Azərbaycanda çox belə 1-2 nəfərdir o işlərlə məşğul olan. Hamiləsiz? Yox, xan, bayaqda o qədər düşbərə yemişəm ki, qarnım şişib. Partlayıram, bir qazan düşbərə yemişəm, qarnım partlayır. İnşallah.